Deməli, deyir Koroğlu boş vaxtlarında dəlləri ilə məşq eləyirmiş. Bu məlumatı özümdən uydurmuram təbii ki. Dastanda bu qeyd olunub. Durna teli qolunda var. Deyir ki, Koroğlu məşq eləyirdi dəlləri ilə. Dəmirçoğlu sağalmışdı, Telli xanım sevinirdi. Eyvaz uzaqdan gəlir. Papağında durna telli var. Telli xanım deyir, ay Nigar xanım, gör bu durna teli kişilərə belə yaraşır. Biz qadınlara necə yaraşardı? Bunu Eyvaz eşidir. Koroğludan icazə istəyir. Gedir Bağdada durna tel gətirməyə. Dəmirçoğlu və Bəlli Əhmədlə bir yerdə. Bunların başına burada işlər gəlir, əsir düşürlər. Koroğlu bunları xilas eləməyə gedir. Uzun sözün qısası, burada bütün qol boyu düşmənlərin namərdliyi və dəlilərin qəhrəmanlığı ön plana çəkilir. Amma Ramiz Rövşən bu qolda bir məqama yaxşı mənada ilişib. Çənlibeldə adı çəkilən 7-8 nəfər xanım var, amma bunlar bir neçə kisə durna teli yığırlar. Nəyə lazım idi? Bir növ barbarlıq idi. Və Ramiz Rövşən durna şeirində bunu qeyd edib. Deyir ki, şeirin bir hissəsini deyirəm. Deyir ki, bir durna teli üçün durna öldürən igid Eyvazım da küstürüb bizi. 7000 ox atdı, 7000 dəli. Hər oxun ağrısı, əzabı qaldı. O şiş papaqlarda durnanın teli, şişlərdə durnanın kababı qaldı. Bu dərdə söz qoşdu əli sazdılar. Silib gözlərini biləkləri ilə, uçan durnalara şeir yazdılar. Ölən durnaların lələkləri ilə. Ədəbiyyatı sevin, sağlam qalın.